görüşünə özüm gəlmişəm. Ağlama gözümün yaşına vururam. Sənin canlatından pay gətirmişəm. Axı nənə, ad gün mübarək. Mən səni çox istəyirəm. Afət nənə, səni doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm və sənə Allahdan uzun ömür, can sağlığı arzu edirəm. İndən belə yaşayacağın bu həyatı sevinclə və qürurla yaşayasan. Bir daha doğum günün mübarək, 100 yaşa. Əziz şagirdlərimiz, bu günləri öz şəhadəti ilə, öz qələbəsi ilə Azərbaycan xalqının bütövlüyünə qızıl hərflərlə yazılmış Mustafa Evgəfət Zöhrəboğlu'nun anasının Afət xanım doğum günüdür. Biz onu istədik qəlbdən Cəbrayıl rayonu Ərcanlı Fərqan Mohamedlərinin müəllimləri, müəllim heyəti, şagirdləri, kənd sakinləri adına təbrik edir. Ona uzun ömür, can sağlığı arzu edirik. O bir qəhrəman ana kimi tarixin yaddaşında daim yaşayacaq və biz onun qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Haqqınızı bizə halal edin. Afət nənə, axtılınız mübarək və əmimin ruhu şad olsun. Müqayət Şəhər İlmanlı Məktəbin adından Afət ananı təbrik edirik. Ad gününüz Mübarək! Ad günün mübarək Afət ana. Yaxşı ki varsan. Biz səni çox sevirik. Bu da rəqs kollektivi adından şəhidim Mustafayev Rüfət anası Afət xanımı doğum günü münasibəti ilə təbrik edirik. Afət xanım, ad gününüz mübarək. Biz Pirallahı Kitabxana filialı olaraq şəhidimiz Rüfət Mustafayevin anası Afət xanımı ad günü münasibəti ilə təbrik edirik. Biz Sumqayıt şəhər internat tipli gimnaziyanın şəhid Rüfət Mustafayevin adını daşıyan 8B sinif şagirdləri və eyni zamanda bütün məktəb kollektivi adından şəhidimizin anası Afət xanımı doğum günü münasibəti ilə təbrik edirik. Doğum gününüz mübarək. Bayrağına canım kurban, Azerbaycan.